İndiki davam edici zamanı cümle quruluşunu birinci yazıram. Cümle quruluşu belədir. Mübtəda, üstə gələk to be, üstə gələk fail, üstə gələk ing. To be dərsində biz bilirik ki, to be nədir? Ya əmdir, ya isdir, ya ardı. Buranı da yadımıza salaq. Biz bilirik ki, aydan əm olur. He, she, itdən is olur. We, you, zeydən ar olur. Davam edici zamanın Azərbaycan dilində bir qarşılığı yoxdur. Çünki Azərbaycan dilində davam edici zaman anlayışı yoxdur. Amma ingilis dilində var. Davam edici zaman hərəkətin hal-hazırda bu dəqiqə davam etdiyini bildirmək üçün istifadə olunur. Bu nə deməkdir? Məsələn, hal-hazırda danışıram, düzdür, davam edirəm danışmağa. Bu davam edici zamandır. Cümlə qururam. Sarah is, danışmaq sözü speak, davamında da ing şəkilçisi. Sarah is speaking now. Sarah indi danışır. The children, uşaqlar. Uşaqlar cəm olduğuna görə are. Qulaq asmaq sözü listen, davamında bir ing. The children are listening now. Uşaqlar indi qulaq asırlar. Həqiqətən də elədir. Hal-hazırda mən YouTube kanalında nəsə danışıram və siz də mənə qulaq asırsınız. Yəni davam edici zaman odur ki, hərəkət hal-hazırda bu dəqiqə davam edirsə, bu davam edici zamandır. Davam edici zamanı cümlədə necə seçirik? Cümlədə now sözü ola bilər indi hal-hazırda. Right now. Bu da indi hal-hazırda deməkdir. At the moment. At the moment. Hal-hazırda. At the present. İndi və still sözü ola bilər. Still də hələ deməkdir. İndi iki dənə bu zamanı müqayisəli şəkildə yazacağam ki, şagirdlərin arasında heç bir çaşbaşlıq olmasın. Baxın, bir var deyirəm ki, I go to school every day. Mən hər gün məktəbə gedirəm. Birinci hər gün sözünü biz indiki sadə zaman dərsində öyrənmişik ki, sadə zamanın zaman zərfidir. Ona görə bilirəm ki, bu adi cümlədir. Bir var mən deyirəm ki, mən bu dəqiqə məktəbə gedirəm, yoldayım. Bir də elə bir sözü mən deyirəm ki, uşaqlar, mən hər gün məktəbə gedirəm. Gördüyünüz kimi I go, mən gedirəm məktəbə hər gün. Davam edici zamanda belə olur. I am, go, dana ing, I am going to school now. Bu iki cümlə arasındakı fərq nədir? Birincisi zaman zərfləri fərqlidir. Every day indiki sadə zaman zərfidir. Now davam edici zaman zərfidir. Və aradakı fərq nədir? Baxın, Lord izah edirəm. Bir var ki, mən telefonla danışıram atamla. Atama deyirəm ki, atam məktəbə gedirəm, yoldayam, hal-hazırda gedirəm. Əgər hal-hazırda gedirəmsə, bu davam edici zaman olur. Bir də var ki, elə bir uşaqlarıma deyirəm ki, uşaqlar, mən hər gün həftədə 5 gün məktəbə gedirəm. Bu olur adi zaman. İndi başqa bir misal gətirəcəm. Cümlə qururam ki, Sarah reads many books every night. Sarah hər axşam kitablar oxuyur. Bu dəqiqə oxumuram. Elə bilirəm ki, Sarah hər axşam kitablar oxuyur. Bir də var ki, mən hal-hazırda bu dəqiqə kitab oxuyuram. O zaman davam edici zaman olur. Sarah is reading books. Bir yazıq e-book. Çünki Sarah in vaxtı 3 kitab oxuya bilməz də. Burada yazıram now. Sarah indi kitab oxuyur. Ümidvaram ki, hər şey aydındır. Yenidən deyirəm, davam edici zaman hərəkətin bu dəqiqə davam etdiyini göstərir. Çox sadə bir misal gətirirəm, belə yaxınlaşaq. Baxın, deyirəm ki, it rains every September. Qısaca yazıram. Hər sentyabrda yağış yağır. Adi cümlədir. Deyirəm hər il sentyabrda yağış yağır. Bir də var pəncərədən şöyə baxıram, görürəm ki, hal-hazırda yağış yağır. Bu olur davam edici zaman. Davam edici zamanda cümlə quruluşu belə olacaq. It is raining. Rain sözünü yazdım. Raining. It is raining now. Hal-hazırda yağış yağır. Bir var cümlə qururam ki, I call my mom every day. Mən hər gün anama zəng edirəm. Bir də var ki, hal-hazırda mən telefonla kiməsə zəng edirəm. Bu olur davam edici zaman. Bu da belə olur. I am calling to my mom right now. Mən indi mamama zəng edirəm. Gördüyünüz kimi, əgər bu dəqiqə həqiqətən kiməsə zəng edirsinizsə, olur davam edici zaman. Yox, elə belə öz həyatınızdan danışırsınız ki, mən anama zəng edirəm. Mən hər səhər yuxudan dururam, saçımı darayıram və s. Bu olur davam edici zaman. Yəni bir dənə də cümlə yazalım. Məsələn, üzümdən yazıram. Aydın listens. Aydın listens. Məsələn, English songs. Aydın ingilis dili mahnılarına qulaq asır. Bu olur adi zaman. Bir də var ki, Aydın hal-hazırda musiqiyə qulaq asır. Qulağında nauşnik var. Onda belə olacaq. Aydın is listening song. Aydın indi musiqiyə qulaq asır. Bugünkü dərs izahım bu qədər. Çox sadə, çox asan bir dərsdir. Ümidvaram ki, video izahıma baxandan sonra və kitabda dərs oxuyandan sonra bu dərs sizin üçün çox aydın olacaq. Videom sizin üçün faydalı idisə, kanalıma abunə olmağı, like atmağı və başqalarıyla bölüşməyi unutmayın. Sağ olun, hələlik.